Rasim Balayev deyib ki, İlham Əliyevi ömürlük prezident seçmək lazımdır. Mən belə şeyləri deyən Azərbaycanın o cür şəxslərinə yazığım gəlir, dəyərli dostlar. Gör, nə qədər ağıldan kəmdir ki, bu Rasim Balayev. Xalqın ona olan böyük ümidlərini dəfələrlə qırır, dəfələrlə məhv edir və Rasim Balayev deyir ki, İlham Əliyevi ömürlük prezident seçin. Bilirsiniz hansı İlham Əliyevi, dəyərli dostlar? O İlham Əliyevi ki, Qarabağı əsgərlərimizin sayəsində aldıq və bugün Qarabağdan əsgərlərimizə 1 qram belə payda verilmir. Ağıllı prezident olsaydı, deyərdi ki, bu qədər torpaqlarımızı geri almışıq, orada yaradıcılıq tikinti işləri gedir. Gəlin, bütün nə qədər orada iştirak eləmiş, ta deməli 88-ci ildən bu yana iştirak eləmiş hər hansı bir əsgərimiz varsa, əsgərimizin ailəsi varsa, qazimiz varsa, onların hamısına ev verək. Onların hamısına orada yaşamaq üçün imkanlar yaradaq. Azərbaycanda 5-cə nəfər, 4-cə nəfər, 3-cə nəfər, 2-cə nəfər, 1-cə nəfər hətta. Niyə mən buradan gəldim? Çünki bir qrup olarlar, deyər ki, 5 nəfər gedin, ağsaqqaldır, ziyalı sözü keçən, gedin bu iş. 5 nəfər və ya 1 nəfər sözü keçən, ağsaqqal, ziyalı, nə bilim mən nə deyə, baş bilən yoxdur ki, adamlar dara düşəndə, çətinə düşəndə desinlər ki, bu İlham Əliyevin başı xarab olub, ged onunla danış, denən ki, bunu beyləməsin. Ged onunla danış, denən ki, bax bu 9 nəfər, 10 nəfər bizim bu qızlarımızı sən, jurnalist qızlarımızı, evdə uşaqları olan, nişanlı olan, həyat yoldaşı olan, nə bilim mən, sübay, fərqi yoxdur. Bu qızları həbs eləmə, azad elə. Bir nəfər başpapaqlı kişi yoxdur, geçsin bunu desin. Tapılmır, biz tapanmırıq şəxsən. Mən görmürəm. Görürsə deyin, burada yazın dəyərli olsa. Deyin ki, məsələn, Azərbaycanda bir nəfər gedib və ya da 5 nəfər qrup şəklində gedib bu sözü deyə bilərlər. İlham Əliyevə ki, ay İlham Əliyev, bu qızları xilas elə, bu qızları həbs eləmə. Sənin də qızların var. Sənin qızların həbsdə olsa, özünü necə hiss eləyərsən? Bax, özdə övladları olan qızların, nişanlı olan qızların, nə bilim mən, nə şəkildə qızların sənin həbsdə olsa, özü necə hiss eləyərsən? Bax, o qızların da valideynləri, atası, anası belə hiss eləyər. Yaxşı, İlham Əliyev dəlidir. İlham Əliyev ağıl sahibi deyil. Gedib heç olmasa Mehriban Əliyevaya ki, onun sözü keçir İlham Əliyevin yanında. Ona deyə biləcək 5 nəfər başpapaqlı kişi varmı? Və yaxud da ki, abişək qadın varmı ki, özünə güvənib deyə bilər ki, mən gedib Mehriban Əliyevə bu sözü deyərəm, məni qəbul edər, mənim şəxsiyyətim, mənim keçmişim, mənim nə bilim mən, yəni nüfus sahibiyəm, gedib bunu deyə bilərəm. Yoxdur, dəyərli dostlar. Yoxdur, çünki hamını bunlar, bax, beləcə əzdilər, sıxdılar, suyunu çıxartdılar, məhv elədilər, neynədilər. Mən, əziz dostumdur mənim, Rəis Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, çox dəyərli bir insandır. Onu belə sındırdı bu hakimiyyət. Onu belə sındırdı və keçən ilki prezident seçkilərində dedi ki, getdi, dedi ki, bəs, ya bu ilki idi, bu il olmuşdu deyəsən prezident seçkiləri. Dedi ki, deməli, İlham Əliyevə səs verin. O sözlə də xalqın gözündə Rəis Rəsulzadəni alçaltdı İlham Əliyev. Niyə? Rəis Rəsulzadə baxır ki, sağa baxır, heç kimsə qalmayıb, sola baxır, heç kimsə qalmayıb, çarəsizlikdən gedir, bu duruma düşür. Mənim ən çox sevdiyim Cavanşir Quliyev, bəstəkar Cavanşir Quliyev. Gözəl bir sözü var Cavanşir Quliyevin. Və mən o sözü, mənim ardımca gələn hökumət adamlarından mən də o sözü demişdim. Cavanşir Quliyev ona gəl bizim sıralara keç deyən adama, hökumətdən gəlib deyən adama demiş ki, nə qədər sənin xərcindi, bizim sıralarımıza keç, get yaşa. Biz də sənə istədiyini verək. Demişdi ki, mənim istədiyim evimdən çıxıb çöldə insanları xoşbəxt görməkdir. Bunu mənə verə bilirsə, mən sizin səhvə keçərəm.
Təbii ki, ondan sonra təqiblərə məruz qaldı. Sonra Kıbrıza getdi. Kıbrısda uzun müddət işlədi, yaşadı, xəstələndi və sonradan Azərbaycana qayıtdı, gəldi. Onu da sındırdılar. Bu rejim sındırdı, məhv elədi. Çünki bir baş papaqlı qoymur bu ölkədə. Bir baş papaqlı qalmasın ki, heç olmasa insanlar çətinə düşəndə geçsinlər. Məsələn, Bəxtiyar Vahabzadə kimsə bir çətinliyə düşəndə ölkə üçün vacib bir məsələ olanda gedib Heydər Əliyevə, Mütəllibova kiməsə sözünü deyə bilərdi. Bilirdi və elətdirirdi. Son dəfə Bəxtiyar Vahabzadə ilə bir söhbətimiz oldu. Dedi ki, Teymur, mən getdim Heydər Əliyevin yanına Tehran üçün. Tehran Şəkidə bazarın müdiri olmuşdu, bazarın sahibi olmuşdu. Dedim ki, bəs bu Tehran ən azından bir 500 ailəni saxlayır da, 500 ailəyə çörək verir. 500 ailəyə çörək verir və bu adamı sən həbs eləmirsən, onu burax, qoy bazarı işlətsin, qoy 500 adamın ailəsi ac qalmasın. Heydər Əliyev dedi ki, Bəxtiyar, sən deyirsən, yəni 500 adamı yemləyir, 500 ailəni saxlayır. O 500 ailənin hərəsini vur 5-ə gör nə qədər eləyir. Deyirsən, mənim arxamca olsun adamlar, mənim əleyhimə olsunlar, ordu yaratsın, Tehran gedişinlə məşğul ol. Mən o vaxta qədər Heydər Əliyevi belə əzazil olur, mən bilmirdim ki, bu insanlardan nə qədər qorxur, nə qədər çəkinir, nə qədər insanların güclənməsindən ehtiyat edir. Və mən gəldim, deyir, məyus evimə, o da buraxmadı. Şəkinin, bazarın müdiri olmuş o Tehranı.